Baş sponsorumuz Kiçik Mələklər Uşaq Bağçası, tibbi tərəfdaşımız Bioloji Təbabət Klinikasıdır. Rəfiqəm mənə bir mesaj yazıb, deyir, oğlum mənə elə sual verib ki, 2 gündür cavab axtarıram, ancaq tapa bilmirəm. Deyir, biraz da düşünsəm, lap saçlarıma dən düşəcək. Ah, bu uşaqlar, əcəb keyfim açıldı. Elə bu şən, pozitiv əhval-ruhiyyə ilə gəlin dərsimizə başlayaq. Salam mənim əzizlərim, xoş gördük hər birinizi. Nağıllardakı kimi 7 gün, 7 gecədən sonra yenə də görüşünüzə gəldik. Mövzumuz biz böyükləri uşaqlar qarşısında aciz qoyan suallardır. Balacaların verdikləri suallar saf bir o qədər də məzəli olur. Odur ki, bugünkü verilişimiz elə duzlu məzəli olacaq. Bax, istəyirəm xanımlar sizdən soruşum. Olub ki, balaca uşaqlar, nəvələriniz, evlatlarınız elə sual verib ki, siz heç özünüz də valla cavab axtarıb tapa bilməyəsiniz. Qəndirə xanım. Uşaqlar da birdən belə suallar verirlər ki, adam tutulub qalır, elə cavab verə bilmir. Olur belə şeylər. Tamamilə razıyam. Gəlin qonaqlarımızı da dəvət edək. Onlarla birlikdə müzakirəmizə davam edərik. İlk qonağımız Analar Məktəbi verilişinin baş sponsoru Kiçik Mələklər Uşaq Bağçasının direktoru Gülşən Vahidova gəlir. Alqışlayaq Gülşən xanımı. Xoş gəlmişsiniz Gülşən xanım. Ay, nə gözəl güllər gətirmişsiniz siz bizə. Çox gözəl. Təşəkkür edirik Analar Məktəbi adından sizə. Çox sağ olun. Buyurun, əyləşin. Növbəti həmsöhbətimiz Analar Məktəbinin tibbi tərəfdaşı Bioloji Təbabət Klinikasının endokrinoloq pediatrı Həbibə Mirzəyeva. Alqışlayaq Həbibə xanımı. Xoş gəldiniz Həbibə xanım Analar Məktəbinə. Siz də buyurun, əyləşin. Və nəhayət, 3-cü qonağımız hamımızın sevimlisi Respublikanın əməkdar artisti Naibə Allahverdiyeva. Buyurun Naibə xanım. Xoş gəlmişsiniz. Sizi Analar Məktəbində görmək çox xoşdur bizim üçün. Siz də harada istəyirsiniz, əyləşə bilərsiniz. Bir daha salamlayıram qonaqlarımızı da, xanımlarımızı da. Xoş gəlmişsiniz Analar Məktəbinə. Müzakirəmizə başlamamışdan əvvəl baş sponsorumuz Kiçik Mələklər Uşaq Bağçasına və tibbi tərəfdaşımız Bioloji Təbabət Klinikasına təşəkkürlərimizi bildiririk və onlara bir alqış istəyəcəm sizdən. Xanımlar, mövzumuz biz böyükləri uşaqlar qarşısında aciz qoyan suallarıdır. Balacalar elə maraqlı, elə bir-birindən qəribə suallar verir ki, bəzən biz böyüklərə. Doğrudan da özümüz də onlara cavab tapa bilmirik. Gülşən xanım, yəqin ki, siz də uşaqlarla sıx-sıx ünsiyyətdə olursunuz. Elə bağçada da, övladlarınızla da. Bax, olurmu ki, bağçada sizə qeyri-adi suallar versin uşaqlar, hər şeylə maraqlansınlar? Əlbəttə olur. Bütün uşaqlarımız artıq elə bir mühitdə formalaşıblar ki, onlar ətraf aləmlə, bütün baş verən proseslərlə maraqlanırlar. Bizə də maraqlı suallar ünvanlayırlar. Biz çalışırıq o suallara lazımi qədər onların anlaya biləcəyi qədər informasiya verək. Çünki suallara cavab verməmək artıq o uşağın maraq dairəsini daha da genişləndirir. Çünki onlar sual verərək kəşf edirlər ətrafı. Bəli. Bu uşağın ətraf aləmdə baş verən proseslərə qarşı bir marağıdır və onun mən dövrüdür. Yəni o özünü kəşf edir həm də ətraf aləmlə bərabər. Aha. Bax, Naibə xanım, gəlin etiraf edək ki, kiçiklər sual verəndə bəzən biz valideynlər bezirik, təngə gəlirik, hövsələsiz davranırıq və bəsdir, nə qədər sual verdin, sanki dilotu yemisən, heç susmursan deyə cavablar veririk. Ancaq, bax, siz də açıq etiraf edin, sizdə necə olur? Ətrafınızda balaca, kiçik, az yaşlı uşaqlar sizə həddən artıq suallar verəndə necə cavablandırırsınız? Yəni, hövsələniz çatırmı onların suallarına tam cavab verməyə? Mən ümumiyyətlə uşaqları çox sevirəm, həddindən artıq sevirəm. Gənclik illərimdə lap sevmişəm. Yəni, həmişə uşaqlarla təmasda olmağı istəmişəm, ünsiyyətdə olmağı. Mən əksinə, bilirsiniz, indi elə bil bizdə bizim cəmiyyətimiz qəbul edir ki, uşaqlarla başqa cür davranmaq lazımdır. Amma əvvəllər elə siz deyən kimi idi də, belələ. Amma mən şəxsən, məsəl üçün, mənim qızım var da, bildiyiniz kimi artıq 20 yaşı var onun. Allah saxlasın. Çox sağ olun. Allah bütün balaları xoşbəxt eləsin. Mən həmişə fikirləşirdim ki, yox, mütləq bu öz sözünü deməyə bacarmalıdır. Yəni, bəzən deyirdilər ki, məsələn, bizim dövrümüzdə bizə deyirdilər ki, uşaqsan, otur yerində danışma.
Yəni də uşaq ortadan çıxmaz. Bax belə deyirlər. Böyük danışanda uşaq danışmaz. Bəli. Məsələn üçün belə bizi belə tərbiyə edirlər. Bu bir tərəfdən yaxşı idi. Təbii ki, yaxşıdır. Yəni ilk söz böyüklərin olmalıdır. Amma yenə də uşağın da öz fikri olmalıdır. Təbii ki, sanki onun fikrinə məhdudiyyət qoyulur Hə, belə olaraq. Amma mən yox, mən həmişə demişəm ki, qoy mənim qızım öz fikrini Məsələn, söyləsin. qızınız sizə ən çox hansı sual ünvanlayırdı balaca olanda, uşaq vaxtı? Ən çox Hansı ki, siz aciz qalmısınız o sual qarşısında, gülmüsünüz? Bax, deyibmi ki, ana, mən necə dünyaya gəlmişəm, mən hardan gəlib çıxmışam, Leyləyimi gətirib məni? Yox, o sualı demirdi. Mən həmişə qızıma Şaxta babanın, həmişə Şaxta baba haqqında sual verirdi ki, mənə ki, məsəl üçün bu yeni il bayramı olanda həmişə deyirdi ki, mənə Şaxta baba nə hədiyyə gətirəcək. Mən də aparırdım, yəni bir gün qabaq hədiyyə alırdım, qoyurdum elə bil balıncının altına. Səhər durana görürdü ki, orada bir hədiyyə var. Deyirdim ki, Şaxta baba bunu yəni gətirib bu hədiyyəni inandırmışdım. Çünki mən istəyirdim ki, düzdür, mənim qızım indi artıq o romantikalara inanmır. Demək olar ki, romantik deyil bir insan kimi də xasiyyətində. Amma mən çox istəyirdim ki, o bunlara inansın. Yəni bu möcüzələrə inansın. Amma bir dəfə teatra getdi. Teatrda bir tamaşaya baxdı. Gördü ki, orada Şaxta babanın saqqalından dartırlar. Belə. Ondan sonra daha inanmadı. Yəni Şaxta babanın mövcudluğuna. Və istəyirəm həkimimizdən soruşaq. Həbbə xanım, olurmu ki, yanınıza gələn kiçik, az yaşlı pasiyentləriniz müayinə zamanı hər şeylə maraqlansınlar, sizə durmadan suallar versinlər? Olur belə şeylər. Ümumiyyətlə uşaqlara istəyir yanlış fikirlər söyləsinlər, istəyir doğru sözlər də, nə vaxt alan çoxlu sözlər desinlər, onları axıra qədər dinləmək lazımdır. Yəni bu hər sözün yenə deyildiyi kimi sözün qabağını kəsmək, bunu olmaz, ay sənə ayıbdır, bu uşağa aid deyil. Nə belə sözlər, bu cürə sözlər yox, onu doğru yolla başa saldıqda uşaq da həqiqətən də bəli, izah eləyəndə onun haqqında fikirləşir, düşünür. Yəni gələcək üçün onun yaxşıdır da, belə olur. Belə uşaqlar gəlir hal-hazırda sualı nədən çox verirlər. Aha, maraqlıdır. Mən bu yeməyi, siz anama demişsiniz ki, bu yeməkləri olmaz, amma mən bunları yemək istəyirəm də, xahiş edirəm. Elə deyin ki, heç olmasa mən ondan biraz yeyeyim. Sizlə razılığa gəlmək istəyirlər o zaraları. Yəni dolay, hətta bir uşaq, 4 yaşında bir uşaq, ana olar, mən həkimlə təkbətək danışmaq istəyirəm. Biz icazə verdik. Bəli. Valideyn çıxandan sonra mən çox xahiş edirəm, siz anama deyin, bu yeməkləri mənə imtina eləməsin, mən onu yemək istəyirəm. Bəs maraqlı sizin cavabınız nə oldu? Onu yenə sona qədər dinləmək lazımdır və başa saldım ki, əgər sən bunu yesən, gələcəkdə sənin inkişafdan qalacaqsan, boyun kiçik olacaqdır, çəkin yaşından geri qalacaqdır, məktəbə getsən hamıdan geridə qalacaqsan, oxuya bilməyəcəksən, sən çirkin olacaqsan, gözəl ola bilməzsən. Artıq bu sözlərdən sonra, bəli, yəni uşağa aid xarakterdə izah eləyəndən sonra o hər şeylə razılaşdı ki, mən bu qidalardan imtina edirəm. Hətta anası deyirdi ki, məsələn, mən bəzi yeməkləri təsadüfən verirəm də, yəni məcburəm, imkan olmur. Yemək olanda o deyir ki, yox, icazə yoxdur, mən buna yeyə bilmərəm, bu mənə, hətta həkim dili ilə də deyir, mənim orqanizmimə ziyan olar, məndə mikroblar əmələ gələ bilər. Mən gələcəkdə sağlam insan olmaq istəyirəm, yəni yaxşı oxumaq istəyirəm. Yəni bu tərzdə ən azından bir suala qarşı, hətta həkim, yəni biz təmkinli olub yarım saat o uşaqla danışmalıyıq. Yəni buradan sualı versin, oradan yox, yəni lazım deyil, belə olmaz, belə olmasın. Ən azından onları yarım saat, bir saat dinləmək lazımdır. Çox düz vurğuladınız, təmkinli olmalıyıq. Bax, qeyd elədiniz, yarım saat hətta cavab verməliyik. Əziz analar, bu sizə çox görünə bilər, amma övladımız üçün hər şeyə dəyər. Yenicə bizə qoşulanları xatırlatmaq istəyirik ki, Analar Məktəbində uşaqların bizə verdiyi qeyri-adi suallardan danışırıq. Elə lövhəmizdə də qeyd olunub, ana, sənə sualım var. Hazırda isə Analar Məktəbində sujet vaxtıdır. Gəlin birlikdə izləyək, daha sonra davam edəcəyik.
Uşaq doğulandan etibarən evdə hamı onun dil açıb danışmasını böyük həvəslə gözləyir. Görəsən birinci ana deyəcək, ya ata, əvvəl-əvvəl hansı sözləri işlədəcək. Amma elə bir yaş dövrü var ki, uşaq dil açdı, danışdı, başlayır onların sualları. Dünyanı yeni dərk edən körpə təbii ki, hər şeyə toxunur və toxunaraq onun nə olduğunu anlamağa çalışır. Elə ki, dil açdı, öz suallarını yağış kimi yağdırır. Bəzən valideynlər bunun qarşısında aciz qalır, bəzən gülməli vəziyyətə düşür, bəzən isə çox ağıllı suallar valideyni divara sıxır, bəzən də uşaqların çox bəsit sualları bir məsumiyyət yaradır. Beləliklə, bu suallar vasitəsilə uşaq dünyanı dərk etməyə başlayır. Yəni, onların sual vermələrinin səbəbi əslində içində yaşadıkları dünyanı tanımaq cəhdləridir. Uşaqlar əsasən 3 yaşından sonra daha çox sual verirlər və bu proses təqribən 6 yaşına qədər davam edir. Bu dövrdən sonra suallarda müəyyən bir seyrəlmə müşahidə olunur. Bu dövrdə sualların çox olmasının ən mühüm səbəblərindən biri uşağın mən dövrünü yaşamasıdır. Yəni, uşaq bütün dünyanı öz pəncərəsindən görməyə çalışır. Buna görə də ondan kənarda baş verən hadisələri başa düşməkdə çətinlik çəkir. Sualların çoxluğunun başqa bir səbəbi isə bu dövrdə uşaqların hələ konkret düşünə bilməmələridir. Buna görə də onlar ancaq konkret hadisələri anlaya bilirlər. Məsələn, uşaqlar varlıqlarını bildikləri, ancaq görə bilmədikləri şeylərlə bağlı daha çox sual verirlər. Məsələn, axşam günəş hara gedir? Mən necə dünyaya gəldim? Qarın rəngi niyə ağdır və s. kimi suallarla gördüklərini konkretləşdirərək başa düşməyə çalışırlar. Uşaqlar bu sualların heç birini necə gəldi soruşmurlar və təbii olaraq onları razı salan cavablar gözləyirlər. Əziz analar, belə hallarda uşağın suallarına laqeyd olmaq və ya istehza ilə yanaşmaq çox təhlükəlidir. Bununla yanaşı, uşağa cavab verərkən onun intellekt səviyyəsini və qavrama qabiliyyətini də nəzər almaq lazımdır. Bəzən verdiyimiz cavablar uşağı razı salmaya bilər. Buna görə də məsələni uşağın başa düşəcəyi bir dildə ona başa salmaq vacibdir və lazım gəlsə, bir və ya birdən çox misal verməlisiniz. Əgər uşaq maraq dairəsindən kənar sual verirsə, ona dərhal sərt reaksiya göstərmək olmaz. Məsələn, sən hələ uşaqsan, sənin üçün hələ belə suallar tezdir və s. kimi. Çünki bu cür münasibət uşaqda maraq hissini daha da artıra bilər. Bunun əvəzinə uşağa anlaya biləcəyi aydın cavablar vermək lazımdır. Bəzən birbaşa cavab vermək əvəzinə uşağın düşünməsinə də şərait yaratmaq olar. Məsələn, uşağınıza bəs sən bu barədə nə düşünürsən kimi suallar verə və yaxud da ki, bu cavabı uşağınızla bir yerdə axtara bilərsiniz. Uşaqlarınızın mənliyinin formalaşması məhz bu ərəfələrdə başlayır. Ona görə də çalışaq ki, övladlarımızın suallarına səbirlə cavab verək və ən əsası fikrimizi əsaslandıraq. Sujetimizi izlədik, həqiqətən də düz vurğuladılar. Uşaqlar dil açan kimi yağış kimi yağdırır suallarını valideynlərə. İndi isə bir məlumatı oxumaq istəyirəm sizə. Böyük Britaniya araşdırmacıları 2000-dən çox valideyn arasında sorğu keçiriblər. Sorğu belə olub, uşaqların ən çox hansı suallarından qorxursunuz? Və cavabları oxuyacağım. Deməli, niyə ay gündüzlərdə görünür? Niyə göy üzü mavidir? Biz haçansa yad planetli görəcəyikmi? Və s. suallar olub. Uşaqlar doğrudan da bir-birindən maraqlı suallar ünvanlayır böyüklərə. Böyüklər də çox vaxt elə aciz qalır onların sualları qarşısında. Bu da təbii ki, onların ətraf mühiti kəşf eləmək istəyindən irəli gəlir. Gülşən xanım, bəs bağçada elə uşaqlar varmı ki, digərlərindən daha çox öyrənməyə meyillidirlər, daha çox sual verirlər, səbirsizdirlər, hər şey haqqında maraqlanırlar? Bağçamızda bir uşaq var, deməli, o qədər məlumatlı bir uşaqdır və o qədər yaşından böyük bir qavrama qabiliyyəti var ki, günorta yatan vaxtı digər uşaqlara mane olurdu və mən bunun ən sevdiyi bir şeylə cəzalandırdım ki, hovuza getməyəcəksən, bizdə hovuz dərsləri var. Və yerində uzanıb mənim üçün bir plan hazırlayıb, məni necə aldatsın. Gəlib mənə deyir ki, Gülşən xanım, siz kameradan baxdınız ki, mən niyə yatmadım? Dedim, bəli, baxdım və sən yatmadın. Ona görə yatmadım ki, kənarda usta işləyirdi, demək başqa bir mərtəbədə. Maraqlı, bu uşağın neçə yaşı var? 4 yaşı var. Aha. Kənarda usta işləyirdi və ustanın səsi gəldiyi üçün mən yata bilmədim. Səs gələndə mən necə yata bilərəm? Yəni hissə aldadım. Yəni mən həqiqətən də sualın qarşısında aciz yox. Ola bilər ki, səs də gəlsin. Amma bu səslə bağlı yatmamağı, bunun səslə bağlı deyil. Bu heç vaxt yatmağı sevmir. Və indiyə qədər cəza görmədiyi üçün də heç bir formada bir uydurma ağlına gəlmir. Həmin sualın qarşısında mən aciz qaldım. Çünki həqiqətən də səs gələndə insan yata bilməz. Doğrudan da mən də səs gələndə heç yata bilmirəm.
Aha. Buyurun Aybəxan. Dövrün uşaqları o yəni bizim dövrümüzün uşaqlığından seçilir. çox fərqlidirlər. Çünki çox informasiya alırlar, məlumat alırlar. Yəni bunlar tamam başqa cürədirlər. Bəlkə də onların çoxsu bizdən çox bilir. Mən hərdən belə görürəm doğrudan. Amma mən valideynlərə bir xahiş edərdim, tövsiyə yox, yəni xahiş edərdim ki, bacardıqları qədər uşaqlarını sosial şəbəkələrdən uzaq tutsunlar ümumiyyətlə. Sonra o telefonlardan biraz uzaq tutsunlar. Yəni bilirsiniz, daha çox uşaqları canlı ünsiyyətə, yəni bəzi valideynlər məsələn uşaqlarını küçəyə buraxmırlar. Öz uşaqlarla oynamağa imkan yaratmırlar. Cəmiyyətdən təcrid Amma olunur gözəl, həmin uşaqlar. Aysel, cəmiyyətdən təcrid edirlər, telefon alırlar, bütün günün kompüterin qarşısında otuzdururlar, müxtəlif oyunlar oynayırlar uşaqlar. Və mən deyərdim ki, bu uşaq ümumiyyətlə psixologiyasına və onun gələcəkdə bir insan kimi yetişməsinə çox pis təsir göstərir. Yəni insanla mütləq ünsiyyətdə olmalıdır. O ünsiyyətdə olduqca həyatın pisini də yaxşısını dərk edir. Gələcəkdə insanı yəni cəmiyyətdə öz yerini tuta bilir. Ondan da başqa, yəni cəmiyyətdən nə qədər təcrid eləyirlərsə uşaqları, mən belə uşaqları görmüşəm, ona görə deyirəm. O robot kimi böyürlər onlar. Yəni belə uşaqlar mən görmüşəm ki, o uşaqlar gözümün qarşısında böyüyüblər. Daha yaxşı olar ki, məsəl üçün çox gözəl bizim teatrlarımız var, kukla teatrı var, gənc tamaşaçılar teatrı var. Daha yaxşı olar ki, aparsınlar, muzeylərə aparsınlar. Məsəl üçün rəssamların gözəl sərgiləri var, ora aparsınlar. Təbii ki, indi bizim xanımlarımız işləyirlər, o qədər vaxtları, zamanları yoxdur. Amma hər halda həftədə bir gün ki ayırmaq olar uşaqlar. Hər halda mütləq bunu eləməlidirlər. Yəni gələcəkdə onların dünya görüşünün zənginləşməsində çox böyük rol oynayır, həm də bir insan kimi yetişməsində. Tamamilə razıyam sizinlə. Bu da Naibə xanımın Analar Məktəbi vasitəsilə biz valideynlərə ötürdüyü mesaj idi. Bəli, mütləq. Verilişin baş sponsoru Kiçik Mələklər Uşaq Bağçasıdır. Bağça axtarışında olan valideynlər, diqqət, diqqət. Artıq bütün axtarışlara son qoymaq vaxtıdır. Çünki axtardığınız bütün xidmətlər Kiçik Mələklər Uşaq Bağçasında fəaliyyət göstərir. Kiçik Mələklər Uşaq Bağçasında gündəlik qidalanma, gündəlik tibbi nəzarət və həftəlik tibbi yoxlama, inkişaf etdirici tədris proqramı, Azərbaycan, Rus və İngilis dili bölməsi, idman və gimnastika dərsləri, rəqs dərsləri, xarici dil tədrisi, şahmat, musiqi və rəsm dərsləri, üzgüçülük dərsləri, şəhər ekskursiyası, teatr klubu, danışıq klubu, nəqliyyat xidməti və növbətçi rejim fəaliyyət göstərir. Ən əsası, binanın bünövrədən bağça üçün tikilməsi nəzərdə tutulub. Qida məhsullarının keyfiyyətindən əmin olmaq üçün bağça daxilində hazırlanmasına üstünlük verilir. Müəyyən dərslərin açıq havada keçirilməsi və uşaqların əylənməsi üçün həyatiyani sahə də var. Əziz valideynlər, 100 eşitməkdənsə bir görmək yaxşıdır. Kiçik Mələklər Uşaq Bağçası övladınızın və sizin yolunuzu səbirsizliklə gözləyir. Verilişin tibbi tərəfdaşı Bioloji Təbabət Klinikasıdır. Analar Məktəbi verilişinin tibbi tərəfdaşı Bioloji Təbabət Klinikasında məktəb yaşlı uşaqlar və böyüklər üçün göz həkiminin müayinəsi yanvarın sonuna qədər 50% güzəştlə həyata keçiriləcək. Bu kampaniyaya görmə itiliyinin kompüterlə təyini, biomikroskopiya və oftalmoskopiya, göz təzyiqinin ölçülməsi, gözün ön, orta və arxa hissəsinin müayinəsi aiddir. Pasiyentlər cəmi 15 manata bütün bu müayinələrdən keçə bilərlər. Şəhər telefonlarından və bütün mobil operatorlardan 430 89 nömrələrinə zəng etməklə əlavə məlumat ala bilərsiniz. 2009-cu ildən fəaliyyətə başlayan bioloji təbabət Azərbaycanda, həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır. Klinika bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Hormonal pozğunluqlar, psoriaz, artroz, qırmızı qur deşənəyi, trafiki və diabetik xoralar, başlanmış qanqrena kimi xəstəliklər artıq bioloji təbabət üsulları sayəsində müalicəsi mümkün olan xəstəliklərdən sayılır. Həbbə xanım, maraqlı, siz özünüz uşaq vaxtı bəs sizə ən çox maraqlandıran sual hansı idi və valideynlərinizə tez-tez ünvanladığınız hansı suallar olub?
Mən uşaq vaxtı mənə maraqlı gəlirdi ki, niyə görə çay stəkanda içirlər? Aha. Yeməyi boşqabda yeyirlər. Valideynlərim etiraz edirdilər ki, olmaz da, ayıbdır belə yeməlisən. Bir gün anam gil məni qonşuda qoyanda mən ondan çox uşaqlı ailə idilər. Dedim ki, mən istəyirəm boşqabda yeyim, çay boşqabda içmə verdilər. Yeməyin əlbəttə ilə stəkanda yemək istəyirəm, onu da verdilər. Verəndə gördüm ki, yox, yeyə bilmədim də, mümkün deyil, töküldü hamısı. Axır ki, bunu mən özüm bildim ki, deməli bu düzgün deyil də. Bax necə maraqlıdır, valideyn yox deyərək. Yəni ziyalı olsalar da, yəni müəllim ailəsində böyümüşəm, yenə də belə şeylərə etiraz edirdilər. Yəni bu düzgün deyildi əslində. Kənar yerdə artıq mənə hər şey şərait yaratdılar ki, mən özüm tapım ki, bu niyə görə yəni deyil. Valideynləriniz yox, başqa insanlar sizin üçün Başqa insanlar bəli, mənə təsir edir ki, bunu yemək. Siz özünüz yəni bunu nəticəyə gəlmisiniz ki, bu belə şey, Yaponlar ümumiyyətlə 5 yaşına qədər uşaqlara qadağa qoymurlar. Yəni onlar əgər istəyirlərsə, uşaq deyir ki, mən ayaq yalın gəzmək istəyirəm, mən baş aşağı gəzmək istəyirəm, mən stolda yox, stulda oturmaq istəyirəm, onlar yox demir. Nəyə üçün? Özü axtarsın, tapsın ki, bu səhvdir, burada oturanda əziyyət çəkəcəkdir, harada oturanda rahatdır, artıq onu özü analiz sintez edir. Hətta deyirlər ki, amma qəti olmaz, bu olmaz, o psixologiyaya təsir edir, hər şeyə qarantiya, necə deyim, qadağan olunur, istər-istəməz o xanımın dediyi kimi, robot kimi böyüyürsən, ancaq fikirləşsin ki, hə, bu olmaz, amma niyə görə olmaz onu bilmirik. Yəni, izah olunmalıdır. Həkimin sözündə həqiqət var. Mən əslində bizdə belə bir anlayış var. Deyirlər ki, əcnəbilərin uşaqları ağıllı olurlar. Yəqin ki, siz də eşitmisiniz. Onlar bizim uşaqlara oxşamırlar və yaxud da rusların uşağı o qədər ağıllı olur ki, əslində heç bir uşaq biri digərindən nədəsə ağıllı olub olmamağın, yəni heç bir əhəmiyyəti yoxdur. Onun necə yetişdirilməyinin əhəmiyyəti var. Təbii ki, bütün uşaqlar eyni gəlir dünyaya. Çünki biz kiçik yaşlı uşaqlara bir fərd, bir şəxsiyyət kimi baxmırıq, uşaq kimi baxırıq, sualına cavab vermirik. Sonra verərsən, işin var, o sənə aid deyil, bu sənin yaşın üçün deyil. Nabih xanım da az öncə qeyd elədi ki, əvvəllər daha çox uşaqların fikirlərinə önəm verilmirdi. Sən uşaqsan, sən danışma. Amma xaricdə uşaq artıq hətta ana bətnindən etibarən ana onunla söhbət edir, ona musiqi dinlədir, ona kitab oxuyur. Anadan olandan sonra da eyni ilə bu vəziyyət davam edir. Kiçik yaşlı uşaq sual verir, ana ona o qədər ciddiyyətlə cavab verir ki, adam baxır, deyirsən, necə maraqlı yanaşmadır bu, ananın evladına yanaşmasıdır. Biz bunu bağçada da görürük. Eyni yaş uşaqlardır. Təbii ki, uşağın psixoloji inkişafında bir problem yoxdursa, eyni yaş uşaqlardır. Biri digərindən daha çox sual verir, daha çox anlayışı var. Mən onda onun valideynlərini müqayisə edirəm ki, valideynin deməli uşağa yanaşmasında bir fərq var. Görürəm, həqiqətən də valideyn bu uşağın valideyni daha çox o uşaqla ünsiyyətə meyillidir, daha çox onunla söhbət eləyir. Yəni bunun fərqi, yəni təsiri daha böyükdür. Mən də dəfələrlə şahidi olmuşam ki, ana telefonla kimləsə danışır, ya nəsə məşğuldur, rəfiqəsi ilə uşaq durmadan sual verir, nə isə maraqlıdır ona, amma ana elə onu hey susturur, bəsdir, dur, imkan vermirsən danışım. Bu da təbii ki, düzgün deyil. Uşağın daxili aləmi xanımlarla mənlə razılaşar bir tablodur. O tabloda çatışmayan hissələr olanda o sualı yönləndirir. Yəni o çatışmayan hissəni yerinə otuzdurmayana qədər onun sualı davam eləyəcəkdir. Bizlər o tablonu tamamlamalıyıq. Əgər biz artıq elə bir dövrdə yaşayırıq ki, istənilən informasiyanı istənilən formada əldə etmək olar. Asandır, uşaq üçün də bu asandır. O onu yanlış formada əldə edə bilər, yanlış tanış ola bilər, daha bir pis nəticələr ola bilər, psixoloji təsirləri ola bilər, mənfi təsirlər ola bilər. Amma biz o Nabih xanım düzgün vurğuladı. Artıq bu müasir dövrün bir çox müsbət tərəfi var, ancaq mənfi tərəfləri də var. Ona görə ki, uşaqlar o qədər hazır multfilmlərdən götürək, məlumatları, cizgi filmlərdən məlumatları artıq o qədər hazır alırlar ki, uşaqların beynini bir növ işlətmirlər. Yəni hazır informasiyanı o qədər qəbul eləyir ki, düşünməyə vaxt ayırmır. Hər hansı evdə məndə də balaca bir uşaq var da, yəni soruşuram bunu hardan öyrənmisən? Deyir, cizgi filmində elə gördüm, televizorda elə gördüm. Yəni bu informasiya çoxdur və yanlış informasiyalarla da. Bilirsiniz, bizim də həm də bilirsiniz, hər xalqın özünə məxsus adət-ənənəsi var, mentaliteti var. İndi təbii ki, biz öz uşaqlarımızı başqa Avropanın yəni uşaqlarından
yəni fərqimiz var da. Yəni biz də onları Avropalılar belə tərbiyə eləyir, biz də bunları belə tərbiyə eləyək. Sözün açığı mən bunun əksinəyəm. Ən azından sualları cavablandırmaq lazımdır. Avropalılar ümumiyyətlə biraz bir niyə insan də ki, kimi soyuqdur. Bəli, soyuqqanlıdır. Amma biz soyuqqanlıdırlar, amma biz istiqanlı bir millətik və biz də öz uşaqlarımızı təbii ki, məhəbbətlə, sevgi ilə böyütməliyik. Amma tam deyək ki, elə Avropalılar belə eləyir. Yox, yəni yaxşıları götürək, pisləri niyə Yaxşıların götürürük? adət ənənələrimiz var ki, yəni böyüyə hörmət var. Tutaq, mənim uşaqlıqda mənim yadıma gəlir ki, məsəl üçün qonaq gələndə mən icazə alırdım o stolda oturmaq üçün. Doğrudanmı olarmı? Olar mən də orada oturum. Bunun özü çox yaxşıdır. Və yaxud böyük gələndə ayağa durmaq, onu uşağa məsəl üçün tərbiyə etmək mütləq lazımdır. Yəni uşaq öz atasına, valideyninə hörmət edirsə bu nəyi pisdir? Təbii Onun ki. heç bir şəxsiyyətinə toxunmur. Yəni bir şəxsiyyət kimi yetişməsinə heç bir maneçilik törətmir. Təbii ki, milli dəyərlərimizi unutmamalıyıq. Təbii unutmamalıyıq. Bax, siz qeyd elədiniz ki, avtobusda və sair məkanlarda görürəm, müşahidə eləyirəm. Cəmiyyət arasında çox olan bir xanımsız, tanınmış simasız. Bax, olurmu ki, müşahidə eləmişsiniz ki, hər hansı bir ətraf məkanda uşaq durmadan valideyninə sual versin, nə isə istəsin və valideyn ona bir mənalı yanaşmasın, yəni suallarını cavablandırmasın, fikir verməsin. Təbii ki, mən onun əksinəyəm ki, yox, rastlaşmışam küçədə də, orada, burada da. Məsələn, mən onun əksinəyəm ki, uşaq valideynə sual verir, biraz kapriz eləyir, valideyn uşağı yolun ortasında döyür. Hətta bəli, mən də Yəni şahid belə olmuşam. şeylərin də şahidi olmuşam. Düzdür. Hər bir insanın yəni sinir sistemi biraz zəif ola bilər. Yəni əsəbi ola bilər hardasa. Amma nə bilim, amma hər halda bunlar bizim övladlarımızdır da. Bunlar bizim gələcəyimizdir. Biraz onlara hövsələ ilə yanaşmaq lazımdır. Axı biz istəmişik onları dünyaya gətirmişik. Onlar öz-özlərinə gəlməyiblər dünyaya. Bu bizim istəyimizlə olub ki, bizim övladlarımız dünyaya gəlsin. Biz onları Təbii. seçmişik. Biz onları bizi seçmişik. seçmişik. Onlar bizi seçməyiblər. Amma ki, yenə də deyirəm, əgər doğrudan da məhəbbətlə əhatə eləmək lazımdır, bir də o sosial şəbəkələrdən uşaqları uzaq tutmaq lazımdır. Bu mütləq lazımdır. Valideynlər eşidir buradan sizi, yəqin ki, nəzərə alacaqlar. Uzaq tutun onları. Həbbə xanım, bax, kiçik pasiyentləriniz olurmu ki, sizə desinlər ki, ay həkim, mən bu dərmanı içmək istəmirəm, bu acıdır, bunu yazmayın mənə, bunun yerinə şirin dərman yazın. Ümumiyyətlə, nəsə belə müdaxilələri olubmu? Belə olur, amma bunun əsas günahı valideyndədir. Lazımi dərmanları, məsələn, uşağın özü gəlibdir. Baxmışam ki, yox, müalicə tam mən istədiyim kimi nəticə almamışam. Valideyndən soruşuram, eləmişsən, hə, hamısını eləmişəm, müalicə dəqiq-dəqiqdir. Uşaqdan soruşuram, anan həqiqətən eləyib, birdən mübahisə eləyirlər. Uşaq anasına deyir ki, yox, mən... Düzünü balaca söyləyir yenə. Sən o dərmanı vermədin, neynədim ki, ana dur, mən onu içməliyəm, yatdın, dedin, sabah verərəm. Belə şeylər, yəni bu valideynin səhlənkarlığıdır, bu da necə olur? İndi hazırki dövrümüzdən doğru danışsaq, valideynlər gələndə əksər analar, əhtalar gəlirlər, məsələn, sual verirlər, deyirəm, mən uşağın anası lazımdır mənə ki, mən bu sualı verməliyəm, hansı dərman içir? Deyir, bəs anası işdədir, səhər gedir, axşam gəlir ana işdən, ata oturur, baxır, yaxşı baxmır. Baxanda görsən ki, o da məsələn dərmanın birini verir, birini verə bilmir, hövsələsi çatmır. Əksər hal qalır televiziyada, multfilmlərə baxırlar. Televiziyada başları sakit olsun deyənə daha çox bu yola elə atılır. Bu yaxınlarda bir yaxın yoldaşdır, o şikayət elədi ki, uşaq qeyri-adi hərəkətlər edir. Yəni çox qorxdu, narahat oldu ki, 3 yaşında uşaqdır, tullana yerir, əcaib yerir, bütün əşyalara qeyri-adi baxır, dəhşətlə baxır. Buna sual verdik ki, hansı multfilmlərə baxır, neyini? Dedi, ən çox baxır, Maşa, Medved, Maşa və Ayı. O təzdən onu yenə də baxıblar ki, bu həmin o seriallarda bu nələr gedir də. Baxıblar ki, eyni qız, 3 yaşında uşaq, Maşa necə hərəkət edir, tullana, onun kimi eləyir, yarpağa necə baxır belə vahimə ilə, onun hərəkətlərini eləyir. Yəni bu uşağın indidən psixologiyası həqiqətən də, yəni uşağı elə bir vəziyyətdə qoyulur ki, sonra onun əziyyətini çəkəcəklər.
Onunla psixoloq da məşğul olmalıdır. Bağçaya gedəndə bağça müəllimləri özləri nə qədər əziyyət çəkirlər ki, məsələn bu uşağı vəziyyətdən çıxarda bilmirik, o bir uşaqlara mane olur, şıltaq hərəkətlər eləyir, bəli. Yəni belə vəziyyətlər uşaqların psixologiyasına çox pis təsir eləyir. Adi tamaşalar gedir. Məsələn, gənc tamaşaçılar teatrında, kukla teatrında, yəni uşaq tamaşaları gedir ki, bizim nağıllarımız əsasında hazırlanan o tamaşalar. Yəni ibrətamiz, maarifləndirici. Bəli, maarifləndirici. Və Maşa, nə idi onun adı? Maşa və Ayı. Maşa Medved. Hə. Mən maraq üçün baxdım o Maşa Medvedə ki, görüm burada nə belə bir şey var ki, məsəl üçün tutaq o tamaşa hardansa gəlmişdi, bilmirəm, Rusiyadan deyəsən, ya kimsə hazırlanmışdı, belə, yəni maraqlanmırdım, bilmirdim. Yəni ora bir axım var. Analar öz övladlarını, uşaqlarını ora aparmaq üçün biletə lazım olan qədər pul verirlər, tapırlar bu pulu ki, uşaq getsin Maşa və Medvedə baxsın, Ayıya baxsın. Amma bir şey başa düşmürlər ki, sonra mən baxdım, o multifilminə baxdım onu və dəhşətə gəldim. Yəni uşaq, biz həmişə Hind filmlərindən gedirdik, baxırdıq, sonra dedilər ki, Hind filmlərində bir sentimentalizm var. Amma bu insana, bu sentimentalizm insan psixologiyasına çox yaxşı təsir eləyir. Onu romantik eləyir, onu insanpərvər eləyir. Sonra götürdülər ki, yəni insan bu cür olmamalıdır. Elə də bizim nağıllarımızda var. Olar. Yəni o sevgi var, o sentimentalizm var. Amma Maşa və Medveddə nə var və yaxud başqa bir multfilmlərdə nə var? Məsəl üçün mən baxıram başqa xarici multfilmlərə, onların tamaşalarına baxıram. Zorakılıq var, kaprizlər var və bizim uşaqlarımız gedir ona baxır. O cür formalaşır. Və o cür də formalaşır. Və mən analara müraciət eləmək istəyirəm ki, əvvəlcə apardığınız hansısa bir tamaşanın bir mövzusunu öyrənin. Öyrənin, baxın, oradakı olan obrazları öyrənin. Uşaq nəyə baxırsa ki, sizin uşaqlarınız nəyə baxırlar və nə götürürlər. Bəzi bizim gənclərimizdə görürəm ki, bu qəddarlığa meyillik var, zorakılığa meyillik var. Hamısı nədən əmələ gəlir? Uşaqlıqda bu filmlərə, bu cizgi filmlərinə baxmaqdan irəli gəlir. Verilişin baş sponsoru Kiçik Mələklər Uşaq Bağçasıdır. Övladlarınızın asudə vaxtlarını səmərəli keçirmələrini istəyirsinizsə, onda onları Kiçik Mələklər Uşaq Bağçasında təşkil olunan rəqs, üzgüçülük və gimnastika kurslarına yönləndirin. Bu kurslar həftədə 2 dəfə olmaqla 1 saat müddətində keçirilir. Qeydiyyatlar davam edir. Buyurun, müraciət edin. Kiçik Mələklər Uşaq Bağçasının özünə məxsus üstünlükləri var. Valideynlərin onlayn nəzarət sistemi, peşəkar işçi heyəti, işçi heyətinin davamlı yoxlanılması və təkmilləşdirilməsi, uşaqların ehtiyaclarına fərdi yanaşma, xüsusi istilik və havalandırma sistemi, xüsusi təhlükəsizlik tədbirləri, müasir standartlara cavab verən keyfiyyətli tədris ləvazimatları və ərzaq məhsulları. Kiçik Mələklər Uşaq Bağçasında ən əsası odur ki, binanın bünövrədən bağça üçün tikilməsi nəzərdə tutulub. Qida məhsullarının keyfiyyətindən əmin olmaq üçün bağça daxilində hazırlanmasına üstünlük verilir. Müəyyən dərslərin açıq havada keçirilməsi üçün və uşaqların əylənməsi üçün yaşıllıqlar içində həyatyanı sahədə var. Əziz valideynlər, 100 eşitməkdənsə bir görmək yaxşıdır. Kiçik Mələklər Uşaq Bağçası övladınızın və sizin yolunuzu səbirsizliklə gözləyir. Verilişin tibbi tərəfdaşı Bioloji Təbabət Klinikasıdır. 2009-cu ildən fəaliyyətə başlayan bioloji təbabət Azərbaycanda, həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır. Klinika bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Hormonal pozğunluqlar, psoriaz, artroz, qırmızı qur dəşənəyi, trafiki və diabetik xoralar, başlanmış qanqrena kimi xəstəliklər artıq bioloji təbabət üsulları sayəsində müalicəsi mümkün olan xəstəliklərdən sayılır. Hər zaman övladı üçün narahat olan analar Bioloji Təbabət Klinikasının peşəkar həkim personalına güvənə bilər. Uşaqlarda sinir sistemindəki problemlər, allergiyalar, skalyoz, yastı pəncəli, bağırsaq qurdları və digər xəstəliklər burada kimyəvi sintetik preparatlardan istifadə olunmadığına görə orqanizmə heç bir zərər vermir. Bioloji Təbabət Klinikası övladınızın və sizin sağlamlığınızın ən etibarlı qoruyucusu olmaqdan qürur duyur.
Hazırda isə Kiçik Mələklər Uşaq Bağçasından hazırlanan çox maraqlı bir video sujetimiz var. Gəlin izləyək. Saatın əqrəbləri 08-i göstərir. Artıq Kiçik Mələklər Bağçasının qoçaq və ağıllı balacaları bağçaya tələsirlər. Axı onları burada hər gün yenilənən rəngarəng dərs proqramları, dostlarla ünsiyyət və bir çox maraqlı oyunlar gözləyir. Uşaqlar bir-bir valideynləri ilə sağollaşaraq bağçanın müəllim heyətinə təhvil verilir. İmzalar atıldıqdan sonra valideynlər balacaları etibarlı əllərə verdiklərindən əmin olub rahat bir şəkildə işə gedirlər. Kiçik Mələklər Bağçasına daxil olan balacaları ilk olaraq tibbi yoxlanış gözləyir. Uşaqlar əvvəllər həkimdən qorxsalar da, indi onlar Məryəm xanımla dostlaşıblar. Bağçanın həkimi qrip viruslarının daha çox yayıldığı bu mövsümdə uşaqları bir-bir müayinə edir. Kim sevirsə idmanı 1, 2, 3, 4. İndi isə səhər idmanının vaxtıdır. Axı günə sağlam və gümrah başlamaq lazımdır. Balacalar müəllimələri ilə birlikdə yuxudan ayılmaq və daha da aktiv olmaq üçün musiqinin müşayiəti ilə idman edirlər. Hər şey proqram üzrə addım-addım gedir. Kiçik mələklər səhər idmanından sonra yemək yeməli itirdikləri enerjini toplamalıdırlar. Dadlı və ləzzətli təamlar onların deyəsən lap ürəyincədir. Əgər balacalar yemək yeyib enerji toplayıblarsa, onda rəqs etməyin yeri var. Uşaqlar burada həm öyrənir, həm də əylənirlər. Bir sözlə, kiçik mələklərimiz üçün ən əyləncəli dəqiqələr başlayır. Əla, uşaqlar yetərincə əyləndi, indi isə öyrənməyin vaxtıdır. Hal-hazırda orta yaş qrupunda ingilis dili dərsləri uşaqlara tədris olunur. Dərslərdə müxtəlif əyani vəsaitlərdən istifadə edilməsi uşaqların daha da yaxşı mənimsəməsinə kömək olur. Kiçik Mələklər Bağçasında hər yaş qrupuna tədris proqramı tərtib olunur. Buraya savad təlimi, ətraf aləmlə tanışlıq, məntiqi təfəkkürün inkişafı və riyazi təsəvvürlərin inkişafı aid edilir. Zehni inkişafı daha da möhkəmləndirmək üçün nə lazımdır? Vitaminlər. Bütün vitaminləri özündə birləşdirən meyvələr burada hər gün uşaqlara verilir. Məşğələlərdən dərhal sonra onlar hər dəfə müxtəlif və ləzzətli qəlyanatlar ilə qidalanırlar. Əslində hamıya, həmçinin mənim özümə də maraqlıdır ki, bəs mətbəxdə təmizlik işləri necədir? Odur ki, yollanırıq mətbəxə. Aha, burada da iş prosesi gedir. Mətbəxdə olan işçilərin təmizliyinə söz ola bilməz. Hər tərəf səliqəli və təmizdir. Biz mətbəxdə yoxlanış aparan vaxtı balacaların cədvəlində üzgüçülük dərslərinin olduğunu öyrəndik. Budur artıq onlar hazırlaşmağa başlayırlar. Hovuzda doyunca əylənən balacalara burada bir-bir üzgüçülük dərsləri də keçirilir. Üzüb yorulan balacalar müəllimləri vasitəsilə duş aldıqdan sonra nahar üçün otaqlara gətirilir. Budur, nahar başlasın. Ümumiyyətlə isə Kiçik Mələklər Uşaq Bağçasında balacalara gündə 5 dəfə yemək verilir. Bəli, gəlib çatdı bir çox uşaqların sevmədiyi mərhələ. Şübhəsiz ki, bu yuxu vaxtıdır. Balacalara yataq geyimləri geyindirilib yatırılır. Biz də sakit olaq. Uşaqlar mışıl-mışıl yatıblar. 2 saat boyunca yatıb enerjilərini bərpa edən balacalar indi isə qəlyanaltı edib gəzintiyə çıxırlar. Əslində, gəzintiyə çıxmaq, yerləncəklərdən istifadə edib əylənmək onlar üçün əlçatmaz deyil. Çünki bağçanın həyətində onlara mükəmməl şərait yaradılıb. Təmiz havada əylənən balacalar üçün indi yenə də dərs vaxtıdır, həm də çox maraqlı bir dərsin. Balacalar bülbül kimi səs-səsə verəcək, çünki hamının çox sevdiyi musiqi dərsidir. Uşaqlar bir-bir müəllimə ilə birlikdə pianino çalmağı öyrənir və müxtəlif mahnılar ifa edirlər. Uşaqların zehni inkişafı üçün şahmat dərsi çox vacibdir. Zehni və məntiqi bıçaq kimi itiləyən şahmatı balaca mələklər çox sevirlər. Müəllimə onlara keçdiyi nəzəriyyəni bir-bir praktikada bir daha göstərir və balacalar lövhədə şahmat oynayandan sonra bir daha öz aralarında bu oyunu davam etdirirlər. Əslində, Kiçik Mələklər Bağçasında nəinki şahmat, rəqs, musiqi, həmçinin bir çox psixoloji xidmətlər də fəaliyyət göstərir. Məsələn, laqoped xidməti kimi. Burada olan mükəmməl şəraiti əlbəttə ki, təşkil edən və idarə edən rəhbərlər var. Bağçanın direktoru Gülşən xanım işçilərini ətrafına yığıb gündəlik müzakirə aparır. Həmçinin hər gün bağçada işçilərin mütəmadi yoxlanılması da aparılır.
Keyfiyyətli işin arxasında keyfiyyətli komanda dayanır. Bu səbəbdən də kiçik mələklərinizi gözünüz arxada qalmadan bu kollektivə tam şəkildə etibar edə bilərsiniz. Elə övladlarını buraya etibar edən valideynlər öz balacalarının arxasıca gəliblər. Kiçik mələklərinizin hər tərəfli inkişaf etməyini istəyirsinizsə, ən düzgün seçim Kiçik Mələklər Bağçasıdır. Niyə məhz Kiçik Mələklər Uşaq Bağçası? Bunu da mən sizə deyim. Yəqin ki, qonaqlarımız da mənimlə razılaşar ki, gördük ki, necə gözəl bir rejim təşkil olunur uşaq üçün. Şahmat dərsləri, üzgüçülük, musiqi dərsləri. Yəni, uşağın bir dəqiqə boş vaxtı yoxdur. Yəni, heç görmədik ki, uşaq planşetlə məşğul olsun və ya hər hansı cizgi filmə baxsın. Deməli, az öncə də qeyd elədiyimiz kimi, uşağın vaxtı çox gözəl, səmərəli şəkildə təşkil olunub. Təbii ki, valideyn bunu özü əgər təşkil eləyə bilmirsə, bax elə bu cür gözəl Kiçik Mələklər Uşaq Bağçasına müraciət edərək, övladlarını əmanət edərək bu xidmətlərdən yararlana bilər. Gülşah xanım, eşidək sizdən. Bayaqki cizgi film məsələsinə toxunmaq istəyirəm. Biz bağçada ümumiyyətcə cizgi filmlərin izləməyi mən qadağan eləmişəm. Çünki uşaqlar evdə onu kifayət qədər izləyirlər, bilirik. Biz onların əvəzinə müəyyən maarifləndirici roliklər, videolar, dərslər ki, onlar da bir növ cizgi film kimi təşkil olunur, tərtib olunur. Onların izləməsinə biz icazə veririk. O da günün müəyyən saatlarında təbii ki. O cizgi film məsələlərində ümumiyyətcə Maşa və Medvedin nə bağçada izlənməsinə, nə həmin belə deyək, tamaşasına baxmağı da mən heç məsləhət bilmirəm. Həmin cizgi film seçimində valideynlər çox diqqətli olmalıdırlar. Cizgi film kanallarında, cizgi filmlərin özünü belə analiz edib uşağa göstərmək lazımdır. Çünki bunların bəziləri həm uşaq üçün xidmət göstərir, həm də mənfi formada təsirlər var. Çünki onun hazırlanmasında da müəyyən məsələlər var. Uşaqların psixoloji inkişafına mənfi təsir göstərmək üçün də hazırlanan bu artıq böyük bir məsələdir. Yəni bu bizdə aşan bir məsələlərdir. Həmin kanalları da seçərkən diqqətli seçməliyik. O uşaqların psixologiyasına mənfi təsir göstərən... Birbaşa valideyn özü nəzarət eləməlidir hər Bəli. şeyə. Biz uşaq ən çox nə zaman sual verir? Onun qane eləməyən cavablar olanda o sualların cavabını tapa bilmirsə, həqiqin ki, siz də rastlaşmışsınız. Bəzi uşaqlar var, bizim dediyimiz ağ yalanlar danışırlar, fantaziyalar qururlar. Heç dəxli olmayan fantastik bir söhbətlər edirlər. Bizə çox maraqlı gəlir ki, bu uşaq bunu hardan eşitdi, necə yaratdı? Çünki o müəyyən vaxt həmin sualı ünvanlayıb, o suallara cavab tapılmayıb və öz beynindən ona uyğun bir obraz yaradıb və ona uyğun istədiyi şəxsləri otuzdurur o rola və belə bir ağ yalan ortaya çıxır. Mən də rastlaşmışam, tamamilə doğru vurğulayırsınız. Həmin cizgi filmlərində təsiri odur. Əgər həmin o fantaziyalar danışan uşaqlara biraz danışdırsanız, görəcəksiniz, hardasa gedib o cizgi filmlərinə çıxan nüansları var. Qeyd eləmək istəyirəm ki, əziz valideynlər, siz də övladlarınızın vaxtlarını səmərəli keçirməsini istəyirsinizsə, onları düzgün istiqamətləndirin. Kiçik Mələklər Uşaq Bağçasında üzgüçülük kursları, şahmat, rəqs və gimnastika kursları keçirilir. Həftədə 2 dəfə olmaqla 1 saat ərzində. Buyurun, müraciət edin, qeydiyyatda davam edir. Övladınız daha faydalansın. Bax, Naibə xanım, sujetdə də izlədik. Necə gözəl gün rejimi təşkil olunub uşaqlar üçün. Sizcə belə bir rejimi valideyn özü təşkil edə bilərmi uşaq üçün? Çünki uşağın əlinə planşet verməkdənsə, bütün gün televizor izləməkdənsə... Bax, mən valideyn tanıyıram ki, görmüşəm, şahidi də olmuşam ki, məsələn, o cizgi kanalları var da, uşağı otuzdurub və açır televiziyanı və bütün günü öz işini görür. Yəni, ev yığışdırır, bazarlığa gedir. Telefonla danışır. Uşaq da səhərdən axşama qədər oturur o televizorun qarşısında. Yəni, çox valideynlər elə fikirləşir ki, uşaq sakit, dinməzcə oturubsa, yəni amma hər şey nə qədər onun qaydasındadır o deməkdir. psixologiyası pozulur. Nə qədər mənfi təsir etdiyini anlamır var. İndi biz belə ki, insan yaşlaşdıqca hardasa o deyir, oturuşur söhbəti var da. Amma uşaq isə enerjisi çoxdur uşağın enerjisi. Görürsünüz, bir yerdə durmur uşaq. Hər zaman danışır, hərəkətdədir, daima hərəkətdədir.
Mənə elə gəlir ki, yəni Valideyn belə işləyən səhv insanlar yönləndirərək üçün, fiziki aktivliyini də işləyən məhdudlaşdırır insanlar uşağı. üçün təbii ki, işləyən insan, indi evdar xanımları demirəm, evdar xanımlar hardasa ola bilər, yəni öz uşaqlarıyla belə məşğul olsunlar, vaxt tapsınlar, amma işləyən xanımlar üçün mənə elə gəlir ki, belə bağçalar müraciət etmək lap yaxşı olardı. Çünki mən indi buradayım, tərifləyirəm, ona görə yox. Sadəcə olaraq gördüm, sujetdən gördüyümü deyirəm ki, çox yaxşıdır. Yəni mənə elə gəlir ki, orada yəni uşağın da dünya görüşünün zənginləşməsində, yəni uşaqla daima məşğul olurlar. Uşağın bir dəqiqə vaxtı yoxdur. Yəni ona görə baxıram, belə görürəm ki, çox yaxşıdır. Normada uşaqlar üçün lazımdır təmiz hava. Təmiz hava, orqanizm oksigenlə təmin olunmalıdır ki, beyin də qidalansın. Bədənimizdə qırmızı qan hüceyrələri var, o oksigenlə birləşir, toxumaları qidalandırır. O olmayanda uşaqda hipoksiya verir. Yəni qapalı mühitdə saxlayır, 4 otağın içində otur, multfilmə bax, televiziyaya bax. Axşam da olsun, belə uşaqlar daimi narahat olacaqlar. Onun üçün uşaqlarda hal-hazırda xəstəliklə çox geniş yayılıb. Təşəkkür edirəm qonaqlarımıza gəldiyinizə görə. Maraqlı müzakirəmiz baş tutdu və Analar Məktəbində dərsimiz yekunlaşmaq üzrədir. Deməli, bu qənaətə gəldik ki, uşaqlara yarım saat bahasına belə olsa diqqətlə, təmkinlə dinləyib bütün suallarına cavab verməliyik. Sonunda bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, araşdırmalar göstərir ki, orta hesablama ilə bir uşaq gün ərzində ən az 8 sual verir valideynlərinə, böyüklərə və buna baxmayaraq biz uşaqların bütün suallarını təmkinlə, diqqətlə cavablandırmalıyıq ki, onları düzgün istiqamətləndirək, düzgün yetişdirək. Bir daha təşəkkür edirəm hamınıza. Analar Məktəbi yekunlaşdı. Tənəffüs. Baş sponsorumuz Kiçik Mələklər Uşaq Bağçası, tibbi tərəfdaşımız Bioloji Təbabət Klinikasıdır.